Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hörmətli qardaşlar və bacılar. Ramazan ayı yalnız gündüzləri orucla keçən bir ay deyil, əslində gecələri ilə də qiymətləndirilməli olan böyük bir fürsətdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu ayı gündüzləri orucla, gecələri isə ibadətlə ihya edərək keçirərdi. Xüsusilə son 10 günə girdikdə gecələri daha çox ibadət edər, ailəsini də oyandırar və böyük bir ciddiyyətlə Allah yolunda çalışardı. Bu gecələr rəhmətin yağdığı, duaların qəbul olunduğu, günahların bağışlandığı vaxtlardı. Gəlin Ramazan gecələrini necə dəyərləndirməli, hansı ibadətlərə üstünlük verməli və gücümüz çatdığı qədər nələrə diqqət etməli olduğumuzu ətraflı danışaq. Əvvəla, Ramazan gecələrinin ən vacib və xas ibadəti təravih namazıdır. Bu namaz Ramazan ayına məxsus sünnə ibadətdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Allah Teala Ramazan orucunu farz qıldı, mən də təravih namazını sünnə qıldım. Təravih, yatsı namazından sonra qılınan nafilə namazdır və ən çox qəbul edilən görüşə görə 20 rəkatdır. Cəmaatla qılınmaq daha fəzilətlidir. Kim iman və ixtisasla səvabını Allahdan umaraq təravih namazını qılsa, keçmiş günahları bağışlanır. Təravihi qılarkən mümkün qədər Quran oxumaq, hatim etmək çox savablıdır. Bəzi alimlər deyir ki, təravihdə bir hatim etmək sünnə, birdən çox hatim etmək isə fazilətdir. Bu namaz gecəni nurlandırır, ruhu dinləndirir və Allahın rəhmətini kəkir. Təravihdən sonra və ya sahur vaxtına yaxın təhəccüd namazı qılmaq çox tövsiyə olunur. Təhəccüd, yatsıdan sonra bir müddət yatıb, gecə qalxıb qılınan nafilə namazdır. Quranda Allah Teala buyurur, gecənin bir hissəsində qalxıb, sənə məxsus nafilə olaraq təhəccüd qıl, bəlkə Rəbbin səni məth olunacaq bir məqama qaldırsın. İsra surəsi 79. Ramazanda təhəccüdün səvabı daha da artır. Bu, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ən çox etdiyi ibadətlərdən biri idi. Sahura qalxanda ən az 2 rəkat təhəccüd qılmaqla başlamaq, sonra dua və istiğfar etmək gecənin ən qiymətli vaxtıdır. Səhər vaxtı dualar qəbul olunur, ruzi paylanır, bu vaxtı boş keçirməyək. Ən vacib öncəliklərdən biri də Quran oxumaq və tilavət etməkdir. Ramazan Quran ayıdır, bu ayda nazil olub. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanda Cəbrail əleyhissalam ilə Quranı müqabilə edərək oxuyardı. Gecələri Quran oxumaq, təfəkkür etmək, ayələr üzərində düşünmək ruhu təmizləyir. Mümkünsə bir hatim etməyə çalışaq. Hər hərfə 10 səvab, Ramazanda isə qat-qat çox. Dua, istiğfar və tövbə gecələrin ən böyük sərvətidir. Ramazan gecələrində bol-bol dua etmək, Allahümmə innəkə əxuvun tuhibbul əffə fəxu ənni duasını təkrar etmək, istiğfar çəkmək, əstəğfirullahəl-azim və ya Rəbbiğfir vərham və əntə xayrur rahimin, günahlarımız üçün tövbə etmək, keçmişə peşmançılıq duyub, gələcəyə söz vermək, bu gecələrin ən dəyərli işidir. Zikir və təsbih də unutmayaq. Subhanallah, elhamdülillah, Allahu Əkbər, La ilahə illallah kimi zikirləri çox çəkmək. Ramazanda bir təsbih, digər aylardakı 1000 təsbihdən üstündür. Xüsusilə son 10 gün bu Ramazanın zirvəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son 10 gün itikafa girər, gecələri ihya edər, ailəsini oyandırardı. Qədr gecəsi bu günlərdədir, 1000 aydan xeyirli. Qədr gecəsini qaçırmamaq üçün son 10 gün daha çox uyanıq qalmaq, namaz, Quran, dua ilə keçirmək lazımdır. İtikaf etmək, mümkünsə məsciddə qalmaq ən böyük fürsətdir. Bu, Qədr gecəsini tutmaq üçün ən yaxşı yoldur. Gücümüz çatdığı qədər diqqət etməli olduğumuz məqamlar. Gecəni qəflətə salmamaq, televizor, telefon, boş söhbətlə vaxt itirməmək. Oruclu olduğumuz kimi dilimizi, gözümüzü, qəlbimizi haramdan qorumaq, gecə də davam etsin. Ailəni də oyandırmaq, birlikdə ibadət etmək səvabı artırır. Həddindən artıq yorğunluqdan qaçmaq, ibadət keyfiyyətli olsun, miqdardan çox keyfiyyət önəmlidir. Daimi niyyət saxlamaq, hər ibadəti Allah rizası üçün etmək. Ramazan gecələri cənnət qapılarının açıq olduğu, şeytanların zəncirə vurulduğu vaxtlardır. Bu fürsəti qaçırmayaq, hər gecəni son gecə kimi yaşayaq.
Allah hamımızın gecələrini ihya etsin, dualarımızı qəbul etsin, Qədr gecəsinə yetişsin, günahlarımızı bağışlasın. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Allah razı olsun. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu.